Qurban Bayramının əməlləri barəsində danışaq. Əzizlərim, Qurban Bayramı bilirsiniz ki, Zilhiccə ayının 10-cu günü qeyd edilir. İndi 10-cu gecənin, yəni Qurban Bayramının gecəsinin əməlləri hansılardır? 1. Zilhiccə ayının 10-cu gecəsini əhya saxlamaq. Əhya eşitmisiniz? Əhya yəni gecəni sübhə qədər oyaq qalıb ibadətlə keçirmək deməkdir. Bu gecə olduqca bərəkətli və dəyərli gecələrdən biridir. Nəql olunub ki, möminlərin əmri Həzrət Əli əleyhissalam bu gecəni əhya saxlayardı. Yəni oyaq qalıb sübhə qədər ibadətlə məşğul olardı. Daha sonra bu gecə qüsl etmək müstəhəbbidir. Önəmli deyil, saxlayın. Yəni qüsl almaq istəyirsinizsə, səhəri alarsınız. 3. Bu gecə İmam Hüseyn əleyhissalamı da ziyarət etmək müstəhəbbidir. İmam Sadiq əleyhissalamdan nəql olunan bir rivayətdə deyilib ki, kim belə bir gecədə İmam Hüseyni ziyarət edərsə günahları bağışlanar. 4. Bu gecə bax bu duanı oxuyun. Qeyd edirəm bura. Gördüyünüz kimi gecənin elə də çox əməlləri yoxdur. Ona görə də çoxlu istiğfar diləyin, salavat deyin, ondan sonra günahlarınızın bağışlamasını diləyin özünüz üçün, valideynləriniz üçün, digərləri üçün. Nə dualarınız varsa, hansı xeyirli zikirlər bilirsinizsə, onları deyin, Quran oxuyun və belə. Qurban Bayramının özünə gəlincə isə mən bu barədə ətraflı, detallı danışmışam və Quran ayələrini də qeyd etmişəm. Ona görə bunun üzərindən keçirəm. Keçək Qurban Bayramı gününün əməlləri. Qurban Bayramı günü üçün bir neçə əməl nəql olunub. 1. Qüsl etmək. Qeyd edilib ki, Qurban Bayramı günü qüsl almaq təkid olunmuş bir sünnədir. Yəni, çalışın bunu edə bilirsinizsə edin. 2. Qurban Bayramının namazı, bu bayram namazı haqqında da geniş danışmışam əzizlərim. Bu namazın qılınma qaydası eyni ilə Fitir Bayramı namazında deyildiyi kimidir. İmam əleyhissalamın qeybdə olduğu dövrdə Qurban Bayramı namazı tanınmış böyük fəqihlərin rəyinə əsasən təkid olunmuş bir müstəhəb sayılsa da vacib sayılmır. Yəni bunu cəmaatla da qıla bilərsiniz, özünüz də qıla bilərsiniz evdə. 2 rükətdir. Birinci rükətdə 5 qunut, ikinci rükətdə 4 qunut. Qurban Bayramının namazını qılıram. Qurbətən illallah, Allahu Ekber, Fatihə. Sonra bildiyiniz bir surə, məsələn, İxlas surəsi. Sonra Allahu Ekber, bir dənə qunut, istədiyiniz duanı oxuyun. Sonra Allahu Ekber, ikinci qunut. Allahu Ekber, üçüncü qunut. Allahu Ekber, dördüncü qunut. Allahu Ekber, beşinci qunut. Allahu Ekber, getdiniz rükuya. Ondan sonra, daha sonra səcdələr, təzədən duracaqsınız ayağa. Yenə də Fatihə, ondan sonra İxlas, ondan sonra Allahu Ekber qunutu ikinci rəkətdə 4 dəfə tutacaqsınız. Və beləcə rüku səcdələr. Bu sadə bəsit qaydasıdır. Yox, siz belə təfərrüatı ilə qılmaq istəyirsinizsə, mən onun necəliyini qeyd etmişəm. Daha sonra 3. Namazdan öncə dua oxumaq. Bayram namazından əvvəl və onun ərəfəsində varid olan duaları oxumaq müstəhəbbidir. Qeyd olunub ki, duaların ən fəzilətlisi Səhifə-i Səccadiyənin 48-ci duasıdır ki, əvvəli Allahümmə həzə yevmun mübarək şəklindədir. Əgər 46-cı duanı da oxusa daha yaxşı olar. Mənim əzizlərim, mən yenə də qeyd edim ki, Word şəklində Qurban Bayramının gecəsi, gündüzünün əməllərini qeyd etmişəm. Həmin bu Səhifə-i Səccadiyədəki bu duanı da ayrıca orada oxunuşu və tərcüməsi ilə qeyd etmişəm. Kimə lazım olsa Telegram kanalımda da tapa bilər. Adımı yazın Fərid Abdullah, Telegramda çıxacaq. Və ya mənə yazın, indi mən WhatsApp-la və ya sair sizə yollayaram. Çalışın ki, Qurban günü bu duanı oxuyasınız. Bir daha qeyd edim ki, İmam Zeynulabdin əleyhissalamın Səhifə-i Səccadiyədəki 48-ci duasıdır. Həmin duanı da oxuyacaqsınız. Duadan sonra istədiyiniz dualarınızı edərsiniz. Peyğəmbərə də salavat göndərərsiniz 1000 dəfə və belə. 1000 dəfə salavat çoxdur, daha bir söz deyə bilmərəm. 4. Nüdbə duasını oxumaq. Bu gün də və digər bayramlarda nüdbə duasını oxumaq müstəhəbdir. Nüdbə duası da biraz uzundur, lakin siz onu asan şəkildə tapa bilərsiniz. İnternetdə də var, mobil dini tətbiqlərdə də var, rahatlıqla tapa bilərsiniz. 5. Qurban kəsmək. Daha öncəki videolarda da çox təfərrüatla qurban, onun şəri hökmləri barəsində danışmışam. Qurban günü qurban kəsmək hər kəs üçün olduqca təkid olunmuş bir müstəhəb əməldir. Xüsusilə buna imkanı çatanlar üçün və çox tövsiyə edilmişdir. Hətta bəzi alimlər imkanı olan şəxslərə bunu vacib də biliblər. Bayram namazından sonra həmin qurbanın ətindən biraz dadmaq yeməkdən müstəhəbbidir. Mənim əzizlərim, mənə yenə də yazırlar ki, qurban kəsərkən hansı duaları oxumaq olar? Bir daha öncəki videoda qeyd etmişəm. Kim ki yenidən baxır, bir daha qeyd ediləm. Qurban kəsilən zaman heyvanın üst tərəfi qibləyə tərəf çevriləcək və kəsməmişdən öncə bax, bu duanı oxuyursunuz.
Daha sonra Bismillah, Allahu Ekber deyib heyvanı kəsəcəksiniz. Heyvanı kəsdikdən sonra isə bu dua oxunulur. İndi bunun təfərrüatları nədir? Daha öncəki videolarda danışmışam bu barədə. Allah qəbul eləsin, bu qədər.